ötən günlərdə mən deməli Qazaxstandakı bizim o təyyarənin yerə çırpılması ilə bağlı, yəni Rusiyanın təcavüzündən sonra məsələni gündəmə gətirmişik. Görür bugün Qazaxlar yenə də bəyanat verirlər. Deyirlər ki, yaxınlarda açıqlanacaq bir-iki sənəd qalıb, xarici ekspertizanın rəyi qalıb. Başa düşmürəm, nə xarici ekspertizanın? Xarici ekspertizanın rəyi çoxdan artıq yekunlaşıb, çoxdan da bəllidir. Görürəm, Qazaxlar da Rusiyanın sözünü deyirlər. Gələn ilə keçirmək istəyirlər bunu. Niyə? Mən bir daha buradan Qazaxstan rəsmilərinə müraciət edirəm. Hələ ayın 25-nə kifayət qədər vaxt var. 16 gün var. 25-nə qədər bu təyyarə qəzası ilə bağlı bütün faktlar ictimailəşdirilməlidir və dərc olunmalıdır. Görən bu günlər Qazaxstan yenə də, belə deyək də, o özünü xoş göstərmək üçün bəyanat verir ki, yaxınlarda sənədlər elan olunacaq, istintaqın yekunları elan olunacaq. Amma bir-iki, nə bilim, xaricdən alınacaq ekspertizanın rəylərini, nəticələrini gözləyir. Mən hesab edirəm ki, burada Putinlə Ukrayna, üzr istəyirəm, Qazaxstan rəsmilərinin bir danışılmış oyunu var. Kamran bəy, danışılmış oyunu var. Bu məsələdə ikinci bir variant ola bilməz. Azərbaycan mülki təyyarəsinə Rusiyanın generalı, o Talapila adlı bir alkaş generalın əmri var. Onu yerinə yetirən Paladayçuk kapitan, yəni o əmri yerinə yetirən adamın konkret adı var. Azərbaycan təyyarəsi məqsədyönlü şəkildə vurulub. Orada digər incə məqamlar da var. İndi mən o məsələlərə toxunmuram. Ona görə də burada... Bütün dünyaya bəllidir o incə məqam. O mənə gəl ki, dövlət başımızı atmaq istəyir, vurmaq istəyirlər onlar. Çünki o eləyiblər də Kaçinskini eləməyiblər. Gözümüzün qabağına Polşanı vurmayıblar. Siz təsəvvür eləyin ki, mən indi görürəm ki, o məsələdə də istəyirlər biraz belə deyək də, biraz vaxt keçsin, biraz emosiyalar, nə bilim, sakitləşsin. Mən hər şeyi gözəl başa düşürəm, amma 38 Azərbaycan vətəndaşına və yaxud da ki, sadəcə insanların həyatın itirilməsinə heç bir halda nə Qazaxstanın, nə Rusiyanın nə ixtiyarı yoxdur. Yəni bunu belə deyək, öz başına bu şəkildə təqdim eləsin. Təyyarəni vurduqlarına görə general da həbs olunmalıdır, kapitan da həbs olunmalıdır. Bu qərarı verən, bu qərara razılıq verən Rusiya Müdafiə Nazirliyinin rəsmiləri də bizim bu günləri bilsin necədir. Könlümüzə almaq istəyirlər ki, kompensasiya ödəndi də. Xeyr, dostlar, bu günləri o əmri verən adam qandanlanmasa, cinayətkarlar məsuliyyətə cəlb olunmasa, biz hələ bundan sonra çoxlu belə faciələr yaşayacağıq. Ona görə Azərbaycanın bu günləri bir nömrəli tələbi o qərarı verən adamlar məsuliyyətə cəlb olunmalıdır. Düzdür, biz o tələbi dilə gətiririk, səsləndiririk. Amma biz onun arxasında sona qədər dayanmalıyıq. Kimdir Putin? Kimdir Tokayev? Azərbaycan vətəndaşlarına qarşı terror aktı həyata keçirilib. Sizin də qeyd etdiyiniz kimi, həmin saatlarda Azərbaycan dövlət başçısı, yəni Sankt Peterburqa deməli tədbirə gedir eyni vaxtda, eyni deməli zamanda. Ona görə mən yenə də deyirəm ki, bu məsələyə hüquqi qiymət verilməlidir və cinayətkarlar Rusiya milyon dəfə Azərbaycandan üzr istəməlidir. Mən sizin də qonağınız olanda və digər platformalarda da dedim ki, Rusun duxu çatmır ki, güya Azərbaycanın vurduğu o ekipaj var deyə, güya bunların bu vertolyotu vuruldu. Bugünə qədər bir dəfə də nə onların məzarını göstərməyiblər, nə də onların adını, familiyalarını ictimailəşdirməyiblər. Artıq mən şübhələnməyə başlayıram ki, bu fakt da ola bilsin ki, yalan idi Rusiya tərəfindən. Güya bizimkilər onların vertolyotunu vurdular. Azərbaycan tərəfi yadınıza gəlirdi, üzr də istədi, nə bilim kompensasiya da ödədi. Mən bu ruslara onsuz da inanmıram. Ona çox vaxt özləri vururlar kazus belli kimi, biz tarixdə onu da görmüşük. Xatını da görmüşük tarixdə. Polşanın prezidentinin də... Ona görə də Kamran bəy, onlar o faktı ictimailəşdirməlidirlər. Deməlidirlər ki, güya nə vaxtsa, güya Azərbaycanlıların vurduğu helikopterin ekipajı İvanov, Petrov, Sidorov idi, filan yerdən idi, filan yerdə də dəfn olub. Mən artıq yenə deyirəm, aylarla da biz bu faktı deyirik. Yoxsa maaşı üzr istəyirəm, yubqasını başına çəkərdi, deyərdi ki, Azərbaycanlılar bizə iftira atır və budur faktdır, deyərdilər onu. Rusiya Müdafiə Nazirliyi o yalancı general vardı, Igor Konashenkov, hansı ki, yalan danışa-danışa heç görünmür, heç bilmirəm, onun başını yedilər. Çünki o çıxanda deyir ki, jert, net, ara 1 milyona ölüb da, o nə gör necə, nətər desin jert, neti da. Oldu Konashenkov'u çıxdırır, getdi də. O, bilirsiniz, özünə hörmət eləyən general, yəni,
ya vəzifədən gedər, bilirsiniz nədir, ya da güllənin təpəsinə çaxar, deyər ki, mən bu qədər Ay, yalan yo, danışdım. Zerbə, ofitserskaya çest, что говорите, o onlarda çoxdan yoxdur. Bunu gəda-güdadılar ya, bunlar hamısı